Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün may ayının 9-u 2025-ci il Zilqədə ayının 11-nə təsadüf edir. Bugün Zilqədə ayının 11-i İmamət cəmasının 8-ci parlaq ulduzu, 8-ci məsum İmam Həzrət İmam Əli ibn Musa Rıza təvəllüd günüdür. Mən bu münasibətlə Almaniya İmam Zaman Mərkəzi adından İmam-ı Zaman ağanı, böyük və əzəmətli rəhbər Seyyid Əli Xamneyi Həzrətlərini, bütün digər məraci və Əhl-i Beyt dostlarını təbrik edirəm və Allahdan bu şəxsiyyətlərin ziyarət və şəfaətini təmənna edirəm. Əziz izləyicilər, istəyirəm ki, bugün, yəni Mövlud günü hədiyyəsi olaraq İmam Rıza əleyhissalamdan bir hədislə təbrikimi bütün Əhl-i Beyt dostlarına çatdırım. Sadəcə mən hədisin tərcüməsini oxuyacağım. İmam Rıza əleyhissalam buyurur ki, bizim şiələrimizin, bizim dostlarımızın və bizim tərəfdarlarımızın xüsusiyyətlərini sayır. İmam Rıza deyir ki, bizim şiələrimiz və bizim tərəfdarlarımız bu xüsusiyyətlərə sahib olmalıdırlar. Onlar bizim əmirlərimizə tabi olarlar, sözümüzü qəbul edərlər və bizim düşmənlərimizə qarşı çıxarlar. Düşmənlərimizin hər zaman düşmənlərimizlə qarşı tərəfdə durarlar. Heç bir zaman düşmənlərimizin yanında durmazlar. İmam buyurur ki, bu üç xasiyyəti olan şəxslər, tərəfdarlarımız, onlar bizdəndirlər. Hər kim bu cür olmasa, yəni şiə iddiasını etsə və Əhl-i Beyt dostu olmasını iddia etsə, amma bu üç xasiyyət onda olmasa, İmam Rıza əleyhissalam buyurur ki, o bizdən deyil. Allah inşallah bizi Əhl-i Beyt dostlarından, İmam Rıza tərəfdarlarından qərar versin. Dünya və axirət onun ziyarət və şəfaətini inşallah bizə nəsib etsin.